Kənan Kərimov 1976-cı il avqustun 5-də Yevlaxdan anadan olub. Məşhur 9 nömrə elə futbolun sirlərində doğulduğu Yevlax şəhərində yerlənib. Bir sıra Azərbaycan klublarında forma geyinən Kərimov hər zaman vurduğu qollarla azarkeşlərini sevindirib. Karyerası ərzində Qarabağ, Biləş, Karvan, Kəpəz, Şəmkir, Turan və İranın Mis Kerman klublarının formasını geyinib. 1993-cü ildə Kənan Kərimov Qarabağ klubunun heyətində həm Azərbaycan çempionluğunu, həm ölkə kubokunu, həm də ölkə super kubokunu qazanıb. 2004-cü ildə Şəmkirdə və 2006-cı ildə Yevlaxın Karvan klubunda ölkə çempionatının gümüş mükafatına yiyələnib. 1 metr 75 santimetr boya malik olan Kərimov başla və sol ayaqla vurduğu qollarla hələ də azarkeşlərin yaddaşında xoş təəssüratlarla qalıb. Kənan Kərimov hal-hazırda Qəbələ klubunda məşqçi kimi fəaliyyət göstərir.